Yağışa hazırlıqla vəziyyət demək olar ki, ürək açan deyil. Yəni nə mənada ürək açan deyil? İndi ola bilsin ki, hansısa ehtiyat yerlər var, anbarlar var. Orada yalnız birbaşa şəhərdə qarla, buzla mübarizə aparmaq üçün texnikalar cəmləşib. Ola bilsin ki, orada qum, duz ehtiyatları depolaşdırılıb. Amma biz hər il nəyi görürdük? Ən azından kisələrə doldurmuş vəziyyətdə yol kənarlarında, prospektlərdə, daxili yollarda hazırlanmış vəziyyətdə olan kisələrdə qum, duz ehtiyatlarının yığılmasını da müşahidə edirdik. Amma təəssüflər olsun ki, bu illəri Bakı şəhərinin heç bir yerində bunu hələ rast gəlməmişəm, görməmişəm. Ola bilsin ki, hava proqnozu ilə bağlı o qədər özlərinə arxayındılar ki, qar hələ ki gözləmir Bakı şəhərində. Ya bəlkə də yeni ildən həmin o ehtiyat qum, duz prospektlərdə yerləşdiriləcək. Ola bilsin ki, operativ şəkildə hazır vəziyyətdə nəqliyyat vasitələrində bu doldurulmuş vəziyyətdə dayanıb və bunu sırf şəhərin estetik görüntünü pozmamaq naminə həmin o kisələri prospektlərdə yerləşdirmirlər. Belə ümumən götürəndə qabaqlayıcı tədbirlərin görülməsi müşahidə olunmur. Davam edən yağışlı hava şəraitində biz müşahidə etdik ki, yağışa hazır deyil Bakı. Yəni yenə də küçələri su bastı, yenə də nəqliyyat vasitələri suyun altında qaldı, insanlar əziyyət çəkdilər və bəzi yerlərdə hətta bu su qalıqları qalmaqda davam edir. Keçmiş Nəqliyyat Nazirliyi yanında yol ötürücüsü kimi tikilən o tunelin altı bu dəqiqə su ilə doludur. Yəni orada su çəkilməyib. Yəni bəzi yerlərdə hələ o yağışdan yığılan suların o qalıqlarını da biz müşahidə edirik. Yəni bu gün yağışlı havalar göstərdi ki, hazırlıq yoxdur. Bakı şəhərdə infrastruktur imkanları hələ o səviyyədə qurulmayıb, yağış sularının axıdılmasını təmin etsin. İndi qar yağacaq, qarlı havada buzlanma müşahidə edəndə artıq biz bilavasitə onun şahidi olacağıq ki, görək bunlar nə etmək istəyiblər, nə məqsədlə bu hazırlıq imkanları şəhərin mərkəzində ya ara küçələrdə görünmür.